Hər vaxtınız xeyir. Bildiyiniz kimi təhqiqat, müstəntiq, prokuror, hakim bunların da səhvləri olur. Yəni dövlət, qanun bunlara etibar edib ki, ədalət mühakiməsini həyata keçirsinlər, cinayətkarlıqla mübarizə aparsınlar. Və bunun üçün qanunlar var, küllü miqdarda qanunlar var. Konstitusiyadan tutmuş da məcəllələrə qədər var. Polis haqqında qanun var, prokuror haqqında qanun var. Yəni bu qanun əsasında bunlar hərəkət eləməlidirlər. Amma təəssüf ki, bəzi hallarda tez-tez deyərdim mən, müstəntiq, təhqiqatçı, prokuror, hakim hətta öz vəzifə həddini, vəzifəsindən sui-istifadə eləyir və bir çox hallarda vətəndaşları ədalətsiz olaraq, haqsız olaraq cinayət məsuliyyətinə cəlb edirlər. Bu həm istintaqda olur, həm prokurorun səhlənkarlığı olur, həm hakimin səhlənkarlığı olur. Bu və sair şəxs qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilir və hətta məhkum olunur və onun barəsində deməli ittiham hökmü çıxır. Bu yaxınlarda, daha doğrusu keçən il, 2-3 il bundan qabaq böyük belə bir istintaq məhkəmə səhvi nəticəsində Qəhrəmanov Aydın adlı bir şəxs 10 ilə yaxın hədər ilə həbsxanada yatdı. Ona ömürlük həbs vermişlər və o 9 il 6 aydan sonra onun işinə növbəti dəfələrlə baxandan sonra, halbuki ona ömürlük vermişlər, bu insan bəraət aldı. Buna görə hökumət, dövlət ona kompensasiya ödədi, amma o kompensasiya heç vaxt onun itirilmiş 10 ilini əvəz edə bilməzdi. Bəs belə müstəntiqlər və təhqiqatçılar haqqında hansı tədbirlər görülür? Deməli, qanuna əsasən belə bir qanun var. Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən şəxsləri vurmuş maddi və mənəvi ziyanın ödənməsi haqqında Azərbaycan Respublikasının qanunu var. Eləcə də Cinayət Prosessual Məcəlləsində belə bir maddələr var ki, əgər həqiqətə deməli əsassız olaraq cəlb olunubsa, şəxs barəsində ittiham hökmü verilibsə, ittiham hökmü deyəndə ki, ittihama cəlb olunubsa, qanunsuz həbs olunubsa, qanunsuz şübhəli şəxs kimi saxlanıbsa, belə halda əgər o həmən şəxs barəsində sonradan bəraət edici əsaslarla qərarlar verilibsə, yəni bəraət edici əsaslardan əsas budur ki, əsas hansıdır? 39 Cinayət Prosessual Məcəlləsində 39.1.1 və yaxud 31.1.2 bu. O deməkdir, bu şəxsin əməlində cinayət tərkibi yoxdur və yaxud ümumiyyətlə cinayət faktı yoxdur. Buna baxmayaraq, şəxs, müstəntiq, təhqiqatçı və yaxud prokuror və yaxud hakim bilə-bilə ki, bəlkə də çox zaman bilə-bilə ki, burada cinayət yoxdur, şəxs barəsində 48 saat şübhəli şəxs kimi saxlayırlar. Ondan sonra təqdimat verir prokuror, məhkəmə ona qəti imkan tədbiri seçir, şəxs müəyyən müddətdə həbsxanada cəza çəkir. Ondan sonra ya istintaqın gedişi zamanı, ya da məhkəmə zamanı şəxs ya bəraət alır, ya da istintaq dövründə onun barəsində ittiham bəraət edici əsaslarla qərar verirlər, çıxarırlar. Bəs belə halda, bayaq dediyim kimi, bu həmən şəxslər cəzalanırmı? Ümumiyyətlə, şəxs ki, bu qədər əziyyət görüb, bu qədər bu adamın barəsində əsassız cinayət işi qaldırıblar, əsassız həbs ediblər, işgəncəyə məruz qalıb, dəfələrlə, aylarla, illərlə həbsxanada yatıb, bu şəxslərə dövlət nəsə verir, yoxsa yox? Bu məcəllələrdən əlavə, deməli, bu şəxslərə, yəni həmən şəxsin ki, hansı ki, ədalətsiz olaraq cinayət məsuliyyətinə cəlb olunub, ədalətsiz olaraq həbsxanada yatızdırılıb, bu şəxsin ixtiyarı var, deməli, ona vurulmuş bu dövr ərzində, yəni istintaq altında yatdığı dövrdə, həbsxanada yatdığı dövrdə ona vurulmuş ziyanı dövlətdən tələb eləsin. Bəli, məhz dövlət, yəni Azərbaycan Respublikası olaraq dövlət istintaqın, məhkəmənin, prokurorun bu səhvlərinə görə cavabdehlik daşıyır. Dövlət bu kompensasiyanı özü ödəyir. Bu ödəmənin mexanizmi nədir? Əvvəla, 1-ci Cinayət Prosessual Məcəlləsinə əsasən, şəxs barəsində əsassız
bu formada tədbirlər görülübsə, şəxs barəsində əsassız cəlb etmə, əsassız cinayət işi qaldırma, əsassız 48 saat saxlama, əsassız ittiham hökmü çıxartmaq məsələsi faktları varsa, bu şəxslər barəsində Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq həmin şəxsdən sonradan üzr istənilir və ona dəymiş bütün maddi və mənəvi ziyan dövlət tərəfindən istintaqın özünün təşəbbüsü ilə, prokurorun təşəbbüsü ilə, yəni onun borcudur, bunu ödətdirsin. Yəni ödəyir. Ödəməyi onlar ödəməlidirlər. Lakin 90% hallarda, 99,5% hallarda istintaq, prokurorluq, məhkəmə, təhqiqat bu əməlləri törətsələr belə, şəxs barəsində hətta bəraətedici əsaslarla xitam etdikdə edəndən sonra belə ondan üzr istəmirlər, ona təzminat ödəmirlər. Belə olan halda vətəndaş özü nə etməlidir? Vətəndaş belə halda məhkəməyə müraciət edir. Artıq istintaqın, təhqiqatın, məhkəmənin və prokurorun törətdiyi bu əməllər delikt adlanır. Yəni, əgər onlar öz səhvlərini boynuna almırlarsa, üzr istəmirlərsə, onun təzminatını ödəmirlərsə, artıq delikt hadisəsi, yəni ziyan söhbətini vətəndaş mülki qaydada Mülki Məcəllənin 11.01, yəni 1101-ci maddəsinə əsasən dövləti verir məhkəməyə. Dövləti məhkəməyə verir və həmən o dövrdə ona dəymiş, yəni həbsdə olduğu, istintaq altında olduğu dövrdə ona dəymiş maddi və mənəvi ziyanı alır. Maddi nədir, mənəvi nədir? Yəni, mənəvi ziyanın ölçüsü, o nə qədər, hansı hallar mənəvi ziyandır, hansı hallar maddi ziyandır, qanunda özünü əksini tapıb və bizim Ali Məhkəmənin 03.11.2008-ci il tarixli plenumun qərarında bu haqda göstərilir. Yəni, dəymiş vurulmuş mənəvi ziyanın ödənilməsinə dair plenum qərarı var. Məhkəmə təcrübəsi haqqında plenum qərarı var. Orada yazılıb hansı hallarda və ödənilməlidir. Onun məbləği dəqiq göstərilməyib. Bu sonraki söhbətlərdir. Vaxtınızı çox almaq istəyirəm. Yaxşı, bu əməlləri törətmiş, tutaq ki, müstəntiq şəxsi çağırıb, ona cinayət işi qaldırıb, onu 48 saat həbs edib, şübhəli şəxs kimi, 48 saat onu kamerada yatızdırıb, 48 saatdan sonra məlum olub ki, bu adamın təqsiri yoxdur, onun barəsində qaldırmış cinayət işi əsassızdır, 48 saat da saxlamaq əsassız olub və o şəxsi buraxır. Bu 48 saat ərzində qanunsuz olaraq şəxsin saxlanması ona, o 48 gün ərzində ona mənəvi ziyan dəyir, əlbəttə, ailəsi narahat olub, qohumları narahat olub, işindən olub, gücündən olub, özü əziyyət çəkib və s. 48 saat. Amma elə adam olur ki, onun barəsində hətta qəti imkan tədbiri seçilir. Həmən şəxs hətta istintaq altında bir müddət, bir neçə ay yatır. Bu məbləği ölçürlər. Burada maddi ziyanda olur, bu 2-3 ayda, mənəvi ziyanda olur, 2-3 ay yox. Deyirəm, kişi 9 il, 6 ay bu adam istintaq məhkəmə altında yatıb. Bunu ölçmək üçün bu meyarlar var. Düzdür, göstərilib. Son zamanlar məhkəmə praktikasında bu ziyanın məbləği məhkəmə praktikası deyə bunu ödəyirlər. Daha konkret yoxdur qanunda ki, məsələn, bir ay yatdığın üçün sənə falan qədər pul verməlidirlər. Və yaxud barəsində başqa yerə getməmə haqqında qəti imkan tədbir varsa, sənə ayına görə nə qədər pul ödəməlidirlər. Bu konkret yoxdur, amma məhkəmə təcrübəsində bu istifadə olunur son zamanlar. Yaxşı, vətəndaş belə halda məhkəməyə müraciət edib kimi cavabdeh göstərir. Çox vəkillər də bilmirlər bunu. Təəccüblidir ki, bilmirlər. Belə halda dövləti məhkəmə verirlər. Çünki dövlət həm qanunların, bütün qanunlara əsasən, bütün məcəllələrə əsasən, orada hətta Mülki Məcəllənin 1101-ci maddəsində də göstərilib ki, istintaq, təhqiqat, məhkəmə, prokurorluğun əməllərinə görə, qanunsuzluqlarına görə, vurulmuş ziyana görə dövlət